Cəlilabadda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatı Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak edib. Əvvəlcə iştirakçılar rayon mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda Cəlilabad Rayonalar kəndində yerləşən Heydər Əliyev adına bir nömrəli tam orta məktəbdə də anım tədbiri keçirilib. Kənd icra nümayəndəliyi, bələdiyyə və kənd ictimaiyyətinin iştirakı ilə ümummilli liderin məktəbin həyətində ucaldılmış abidəsi önünə təzə tər gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, müasir Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticəsidir. Qeyd olunub ki, bugün həmin siyasət prezident Müzəffər Ali Başkomandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Məclisin deputatı Elman Nəsirov isə çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı tarixi xidmətlərindən danışıb, ulu öndərin siyasi irsinin xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş etdirilib. Sonda tədbir konsert proqramı ilə davam etdirilib. Elvin Qudratov, İlqar Mustafayev, Bugün informasiya proqramı üçün.